Uğurun sirli bir rəqəmi var. 10.000 saat. Deyirlər ki, bir işdə usta olmaq üçün bu qədər məşq etməlisən. Mozartdan tutmuş şahmat çempionlarına qədər hamısı bu səddi keçib. Amma burada bizə deyilməyən nəhəng bir amma var. Gəlin tarixə, The Beatles qrupuna baxaq. Onlar İngiltərəyə qaydanda artıq dünyanı fəth etməyə hazır idilər. Bəs necə? Sir Liverpoolda deyil, Hamburgda idi. Çirkli, səsküydə strip klublarda. Normal qruplar həftədə bir neçə saat çalırdı. Beatles isə Hamburgda həftənin 7 günü gecədə 8 saat səhnədə qalırdı. Amerikaya gedəndə onlar artıq 1200 dəfə canlı konsert vermişdilər. Bu, digər qrupların bütün karyerasından çox idi. Onlar sadəcə istedadlı deyildilər. Onların tarixdə heç kimə nəsib olmayan məşq etmək şansı var idi. İndi keçək Bill Gatesə. O, necə dünyanın ən zəngini oldu? Sadəcə ağıllı olduğu üçünmü? 1968-ci ildə kompüterlə işləmək əziyyət idi. Kartları deşirdin, növbə gözləyirdin. Proqramçı olmaq mümkün deyildi. Amma Gatesin oxuduğu Lakeside məktəbində bir möcüzə baş verdi. Məktəb Analar Birliyi uşaqlara zaman bölgülü kompüter terminalı aldı. Bu, o dövr üçün məktəbin həyətinə kosmik gəmi enib demək idi. Gates real vaxtda kod yaza bilirdi. O, gecələr evdən qaçıb Washington Universitetinə gedir, pulsuz kompüter vaxtı tapmaq üçün hər şeyi edirdi. Məktəbi bitirəndə onun artıq 10.000 saatlıq proqramlaşdırma təcrübəsi var idi. Dünyada heç bir yeniyetmə də bu yox idi. Əgər o terminal olmasaydı, Microsoft olmazdı. Bunu mən yox, Gates özü deyir. Zamanlama da şansdır. Silikon Vadisi'nin imperatorları Bill Gates, Steve Jobs, Eric Schmidt hamısı 1953-1955-ci illərdə doğulub. Biraz tez doğulsalardı, köhnə nəsil olacaqdılar. Biraz gec doğulsalardı, inqilab artıq bitmiş olacaqdı. 10.000 saat qaydası doğrudur. Amma o 10.000 saatı yığa bilmək üçün sənə qapı açan bir sistem lazımdır. Kasıb bir ailənin uşağı bütün günü işləməkdən o 10.000 saatı yığmağa vaxt tapa bilməzdi. Deməli, düstur belədir. İstedad, üstəgəl dəhşətli əziyyət, üstəgəl inanılmaz şans bərabərdir outlier. Biz həmişə zirvədəkini alqışlayırıq. Amma bəlkə də alqışlanmalı olan o şəraiti yaradan mühitdir. Neçə potensial Bill Gates kimilər sadəcə kompüteri olmadığı üçün tarlada çürüyüb getdi. Uğur təkcə fərdin qəhrəmanlığı deyil. Uğur fürsətlə hazırlığın görüşdüyü yerdir. Əgər bu mövzular maraqlıdırsa, Mühakimə kanalına abunə olun. Biz görünməyən tərəfləri danışırıq.